2 gün əvvəl KGB-miz böyük zəhmət, dərin araşdırma nəticəsində nəhəng bir cinayətin üstünü açmışdır. Müəyyən eləmişdilər ki, heç demə Xalq Cəbhəsinin sədri Əli Kərimli hər gün Facebookda yazdığı statuslardan reklamına 2-3 avro təsəvvür eləyirsiniz, 2-3 avro pul xərcləyirmiş onların reklamına. Əlbəttə ki, bu pulları o qazilərin, pensionerlərin, əməkçilərin, uşaqların haqqından uğurlayırmış. Fərəhlə izlədiyimiz bu xəbər həm də bir sual yaranmışdı ki, görəsən ifşa olunan bu cinayətə görə Əli Kərimliyə, Xalq Cəbhəsinə hansı cəza kəsəcəklər? Hakimiyyət bizi çox intizarda saxlamadı. Bugün bəlli oldu ki, Əli Kərimlini müxtəlif tədbirlərə öz şəxsi maşınları ilə daşıyan 2 cəbhəçini həbs ediblər. Birinə hələlik məlumdur, 30 sutka veriblər, o birinin talihi nə məlumdur. Yəni adamlar öz sədrlərin müxtəlif tədbirlərə maaşsız filansız daşmaqla məşğul imiş. Bu da əlbəttə ki, böyük cinayətdir. O 2-3 evronun kökləri həm də bura dayanır. Əhsən, maşallah, bərəkallah olsun. Dünyada çox az xalqa, dövlətə belə bambalı, saydaş, beyni pozuq hakimiyyət qismət olur. Qarşıdan gələn Zəfər bayramımız mübarək olsun, əziz Azərbaycanlılar.